Selamünaleyküm dostlar. Bugün sizlerle birlikte yine FC Mobile oynayacağız ve görək bugün hansı ödüllər gələcək. Guardiol verdi. VS Attack'tan da oynamıştık. Geçen videoya baxanlar indi bilirlər. Və Iron belədir. Nuno Mendes almışam bugün. Bayaqlar oynuyordum biraz. Dedim oynayayım biraz da sizin eğlenmenize göre. Eğer izləyirsinizsə videoyu seçin dedim. Nəsə olmadı. İndi alır. Play Store'dan 3000'ye atmıştım. Oradan yani yaxşı bir oyun çıxmamışdı. Yaxşı değildi. 104 idi. Ona göre heç oran görsətmədim bir də. Buradan ödülümüzü de alaq. Güzellerdi. Altımızı da alaq. Şimdi bir tane kafa kafaya oynayaq. Ben de rəqəb axtarsın. Deyə bir rəqib. Adı biraz qəribədir. Defansı 94, orta sahası 87, atakı isə 92. Defansı 14 qəşən yaxşıdır. Baxaq, mənim kadromdur. Bu da qəşən, bəli. Orada Hato var. 99-98 oyuncu var. Yəqin ki ona görə defans yüksəkdir. İndi oyuna başlayırıq. Lukman və Del Piero ilerləyir. Del Piero verdi Nwaneri ilerləyir. Nwaneri biraz çökmə oldu oyunda. Nwaneri vurdu. Nwaneri'nin zərbəsi olmadı. Bəli, indi Casillas başladı. Del Piero, Lukman aldı bir dişdən. Lukman ilə çəkdi arxaya. Lukman. Udarı və qol. Lukman ilerləyir. Lukman çox möhtəşəm oldu Lukman. Lukman'ın zərbəsi oyda. Yəni ters ayaqdan vurdum, ona görə qol olmadı. Amma yenə də olsun. Lukman alırdı yenə. Maradona da qaldı top. Maradona verdi Lukman'ın vurdu. Qabağında oldu. Virmənin bir dənə plasesinə baxaq. Virmənin plasesi. Virmən. Düzaltıq Virmən neynəyir? Eriksen aldı. Silveres'in qabağında qaldı. Lukman verdi Nwaneri qaçın dedi qabağı. Vurdu Lukman. Daha çox uzaqdan udar vurmaq istəyirəm. Amma o da ki Lukmanın ters ayağına düşürdü. Yəni vura bilmirəm. İndi inşallah bu oyun elə bir gol atmaq istəyirəm. Maradona, Eriksen ver Lukman'a. Lukman alırlar topu Lukman'dan. Ama Lukman Casillas başladı. Capdevila. Eriksen ala bilmədi. Ronaldinho'dan aldı Nwaneri. Maradona zərbəsi Casillas. Lukman alırdı. Casillas'ın qabağında qaldı top. Yenə Maradona verdi Del Piero. Del Piero.
Yəni bir mənə bir dənə plus atmaq istəyirəm. Bir mənim pluseləri çox gözəl imiş. İndi yəni oyunu başlar Vlahovic, Bildiz, Ronaldinho, Lukman ala bilmədi. Eriksen aldı indi topu. Verdi Virmen. Virmen ilerləyir, Virmenin sürəti də var. Virmen çəkdi arxaya, Virmen. Çəkdi, Virmenin plasesi. Oy. Yəni Lukman da aldı topu. Yəni təzədən Virmen. Virmenin zərbəsi dirəkdə partladı və Eriksen tamamladı. Virmenin zərbəsinə baxırıq. Dirəkdə partlayıb, Eriksen də vurdu, gol. Bu qədər. Yəni Lukman ilerləyir. Lukman da qaldı top. Lukman çəkəcək ayağı var. Çəkdi. Lukman. Yenə dirək. Nvaneri vurdu, olmaz. Nvanerinin zərbəsi oldu. Dirəklər partladı. Lukman sonundan aldı topu Lukman. Vurdu ama kompani. Neyse yəqin ki rəqibin interneti biraz pisdir. Virmenin plasesi. Oy. Olmadı. Bu arada 6-0'dır. Mən bilmirəm 3-0'dır amma 6-0 imiş. Rəqiblərim zəif gəlir axı. Niyə bilmirəm. Bəlkə də ilgim biraz düşükdür deyənə ola bilər. Virmen aldı yana topu. Virmen ilerler. Yəni Virmen aldı öz yerini. Virmen çəkdi. Virmen vurdu və gol. Və bu qədər. Virmenin zərbəsi. Virmen eləyir bu oyun. Cını olmağına baxmayaraq həqiqətən çox gözəl işlər çıxardır Virmen. Hər şey yarayır. Ayda Virmen yenidən plus atır, qəşəng olmalı. Vaxtımız hələ var. İstəyirsinizsə bir dənə də oyun oynaya bilərik. Bu arada dostlar, kommentlərdə bu oyun birinci oyunumuz Lukman daha yaxşı oynadı, yoxsa Virmen bunu yaza bilər. Yazsanız sevinərəm. Baxaq görək hansı oyuncu daha gözəl oynadı. Bəli, Ataka yeni rəqibimiz Balok 0, Ataka 98, orta sahəsi 99 və defansı da 99. Məndə 103, 104, 105. Sırayla düzdür belə hamısı. Oyuna girsə uşaqlar girəndə başlayacağım yenidən. Uşaqlar oyuna girmədi, oyundan çıxdım, yenidən girdim. Ümumiyyətlə kafaya girmir. Amma indi VS Ataka girir. Ona görə indi biraz da işte o zaman da bunu oynayaq. Ondan sonra videonu inşallah kapatarıq. Rəqibin ehtimalı budur. Mənim ehtimalım isə yuxarıdakidir. Mənim ehtimalım daha yaxşıdır rəqibdən. Rəqib nəsə geyinli. Rəqib 92 overall olduğuna görə deyəkin ki. Beckham da yüksəldi. Lukman öz bir dənə görsət özünü. Oy. Zeng 1. Ayda.
Ay ay ay. Lukman. Of. O zərbə necə dirəkdə partladı ola. Hayır da bu ne? Bu niye bu? Oyda. Hayda. Hiçbir. Ay ay ay. Oy oy oy. Dört iki. Piero 5-2. Del Piero. Uf. Ayda 6-2 eləydim. Vaxtım çatmadı. Bir oyunda oynayaq, bir iki oyunda oynayaq. Başlayaq bir oyuna da. Bu oyunu özüm elə vururdum. Görmüsünüz ekran gələn kimi. Ancaq zərbə vururdum ama bu oyun ciddi oynayacağım. Mən kadrom belədir, rəqibin kadrosu 93. Bəyəqçi nə yaxşıdır. Ancaq qaqa Inferno kadrosu yox bir. Olmadı. Kompani icazə vermədi. Grid change. 1-0. Hasan. Oy. Kompani aldı. Del Piero olmadı. Del Piero ilə ondan vurmaq istəyirəm, olmur. Ya da Wilman'ın pasələrindən gəlsin. Of. Lukman'ın da bir tane pasesi. Lukman'ın pasesi de var inşallah. Ters pası. Oo. Free kick severim. Oy oy oy. Hop oy. Vur. Vuracaqdım mı orada saçıp pasa bastım. Altı 3. Yetti iş oldu. Hasan değildi bu da. Sonra dillerimizi de alaq. Bunu da aldık. Bunu da aldık. Bunu da aldık. Ha, bunu hala oynamamışıq. Evet. Dostlar, videomuz bugün bu kadar idi. Sağ olun, izlədiyinizə görə təşəkkür edirəm. Sağ olun, salamat qalın. Kanalıma abunə olub like atmağı unutmayın. Sevilirsiniz.